Dostlar, sizləri salamlayırıq. Bugünkü qonağımız illərin sənətkarı, meyxana ustadı Mahir Dərya. Mahir, salam, necəsən? Aleyküm salam, sən necəsən? Allah sən köməyin olsun, Yaxşı olun inşallah. Mahir, sən də illərlə bu sənətdə əziyyətin olan şairsən. İllərdir, 94-dən bu yana sənin mahnıların, kasetlərin, o vaxtda çoxları meyxana bilməyəndə sən kaset buraxırdın, mahnılar, meydanlarda olurdun. Bu haqda sən nə deyə bilərsən? Allah köməyin olsun, sağ ol, təşəkkür edirəm. İzləyirsən, mənim bu meyxananın inkişafında əziyyətim böyük olub. Böyük əziyyətimiz olub, kasetlərimiz çıxıb, o vaxtı meyxana inkişaf eləsin deyə çalışırdıq ki, yaxşı meyxanalar buraxaq. Xeyridarın insanların zövqü korlanmasın, meyxana inkişaf eləsin, amma təəssüf ki, meyxana bugün bərbad gündədir, yəni o deyil. Sənin üçün Mahir 94-ün, 95-in meyxanası maraqlıdır, yoxsa indi? İndi mənə meyxananın bir marağı qalmayıb, açıq desək. Əvvəl köhnə meyxana üçün çox darıxmışam. O illərin meyxanası, şirinliyi, indiki meyxana yerin vermir. Bu izləyicilər də məncə maraqlı olar ki, Mahir Dərya bugünkü gündə məclislərə, toylara, şad günlərə gedir, dəvət alır, getmir. Bu barədə nə deyə bilərsən? Amma baxırıq da, dost qardaş olanda gedirik, belə olmayanda getmirik. Xahiş eləyəndə, dəvət eləyəndə çağırıb gedirik. Dəvət varsa baxırıq da. Allah sən köməyin olsun. Allah sənə də köməyiniz olsun. Mahir, bir dənə sual verim sənə. Buyur. Bu meyxanada özbə rəqib kimi tanıyırsan? Valla özümə rəqib, heç kimi rəqib görmürəm özümə. Bəs qədər yuxusuz gecələrin çəkdiyi məziyyətlər var bu sənətdə. Kim ki bu meyxananı qoruyur, saxlayır, düzgün şəkildə ötürürsə insanlara, ona təşəkkür edirəm buradan. Və dəstəkləyirəm. Kim ki meyxananın adını batırır, ağır olsun ona. Allah sən canı sağ olsun. Allah razı olsun. Dəvətimizi sahib gəldiyinə görə təşəkkür edirəm. Sağ ol, təşəkkür. Mən təşəkkür edirəm. Var ol. Çox sağ ol. Sağ ol.